Salam dostlar, hər vaxtınız xeyir olsun. Sizləri soyuq qış günü xoş gördük. Bir müddət idi ki, mən canlılarda olmurdum. Bunun səbəbləri var təbii ki. Sıx iş qrafiki eyni zamanda da bir başqa məsələlərə başımızın qarışdığı üçün. Amma çox sayılı dostlar, yoldaşlar, sağ olsunlar məni izləyənlər, istər messenger olsun, istər şəxsimə yazırlar və mən söz verdim ki, onlara ki, təbii ki, görməyəcəm. Bu yaxın vaxtlarda eyni zamanda da məni narahat edən bir-iki məsələ var. Hansı ki, çox təhlükəli tendensiyadır, onun qarşısı alınmalıdır vaxtında. Mən bu barədə də fikrimi bildirməliyəm, müstəqil insan kimi. Deməli, məsələ nədir dostlar? Siz bilirsiniz ki, 6 iyundan öncə 20 yanvar 100. günü Respublika səviyyəsində qeyd olundu. Təbii ki, mən bu günün mahiyyəti barədə sizləri yormaq, vaxtınızı almaq fikrim yoxdur. Çünki hər kəs bilir, Allaha çox şükür, elə də uzaq keçmiş deyil. Və xalq, dövlət olaraq bütün rayonlarda izdihamlar oldu, ehtiram göstərdilər, ziyarətlər oldu. Qubada da həmçinin. Və burada bəzi qüvvələr çirkin, qərəzli media, dırnaq içində deyirəm mən bunu ki, qərəzli jurnalistlər və yaxud da reket jurnalistlər deyirlər də bunlara, daha çox yaygınlaşıb bu ifadə, hədəf aldılar qərəzli məqsədli şəkildə bəzi məmurları. Təbii ki, yenə də deyirəm, təşkilatçılıq olmasın, yaxşı məmurları qorumaq bizlərin borcudur. Deməli, nə idi məsələ? Mən bu barədə fikir bildirmişəm, qısaca olaraq da fikir bildirib digər məsələ keçəcəm. Həmən günü, 20 yanvar günü bilirsiniz ki, Qubalılar bilir bunu, digər rayonlar məlumatsızdır, yəni bəzən jurnalistlərin, hansı ki, dırnaq üçün jurnalist adlandırıram, onların qara PR-na alət olurlar. Qubada necədir? Şəhidlər Xiyabanı. İstər 1-ci Qarabağ savaşı olsun, istər 44 günlük Vətən müharibəsi olsun, istər antiterror olsun, istər 41-45 illərdə Böyük Vətən müharibəsində həlak olmuş həmyerlərimiz olsun. Yəni, eyni ərazidə dəfn olurlar. Yəni, loru dildə izah edirəm ki, hər kəsə məntiq çatsın. 20 yanvar günü, 20 yanvar şəhidlərini ziyarətə gələnlər eyni zamanda da digər şəhidləri ziyarət edirlər. Yəni, burada ayrılmır segment olaraq. Deməli, gör nə qədər çirkin oyunlar oynanılır ki, o deyir 5-ci kolon. Həqiqətən də bu medialar əmin olun ki, 5-ci kolondan maliyyələşir dolayısı yolla. Hansı çirkin əmələ əl atırlar? Gözləyirlər, Quba Xaçmaz Regional Təhsil İdarəsi müdürü gəlir, 41-45 illərdə Böyük Vətən müharibəsində həlak olmuş ata-babalarımızın ruhu nəkil qoyanı şəklini çəkirlər. Halbuki bu, belə deyək də, digərləri kimi bütün şəhidlərimiz bərabər tutulur, ayrı seçkilik olunmur da. Bu Qarabağdır, 1-ci Qarabağdır, bu 44 gündür, ayrı seçkilik olur. Zaten ayrı seçkilik eləyənlər bir mənalı vətən xainlərdir. Bundan da istifadə edir həmən qara media dillərdə şərləmək üçün. Mən çox-çox xahiş eləyərdim Rəşad müəllimdən, digər şəxslərdən, Mətbuat Şurasından, media agentliyindən. Belə jurnalistləri yubanmadan dərhal qara siyahlarını almalıdırlar ki, məhdudiyyət qoyulmalı bunların fəaliyyətlərinə. Çünki dəhşətli oyunlar oynanılır. Bizim cəmaatımızı şimal zonası ümumiyyətlə, deməli 10 mindən artıq istər inzibati heyət, istər müəllim kontingenti var da, ruspərəst göstərməklə çox çirkin bir oyunların başındadılar. Halbuki istər 1920-lərdə hansı ki işğal olundu da Qırmızı Ordu tərəfindən, Qızıl Ordu tərəfindən Azərbaycan ən geç silaha qoyan yerə mübarizəsini dayandıran şimal zonasıdır. Bu tarixdə var, mən özümdən demirəm. Bizi ruspərəst olmaqla günahlandırmaq ermənidən də təhlükəli qüvvələrin işidir. Yəni, bu mediada onlara xidmət edir. Mən ona gətirmək istəyirəm ki, burada dövlətin qırmızı xətti artıq keçilir. Biz daim milli maraqlarımıza yan olmuşuq. Bizim Azər Həsrət kimi, Rafael Dağlı kimi, Oğuz kimi, Ramiz Qusarçaylı kimi ziyalılarımız var. Onların fəaliyyətini izləyin. Bizi bu qədər kontingenti təqdim eləmək ki, ruspərəst kimi Göcev Rus əskərinin abidəsinə gül qoyurlar. Bu absurddur. Bu absurddur. Nə qədər təhlükəli oyunlar gedir, xahiş edirəm. Ağıllı adamlar bilir. Siz cəmaat hansı ki sadəlöv
və yaxud da araşdırmadan fikir bildirirsiniz, diqqətli olun. Niyə görə hədəf alınır bu insanlar? Və yaxud da niyə görə böyük bir kontingenti olan Quba Xaçmaz Regional Təhsil İdarəsi təqdim olunur Ruspərəst kimi, orada axı Rus əskəri yoxdur, şəhidlikdə nə iş ola bilər ki? Orada olan da bizlərin ata-babalardır, hansı ki öz keçmişinə hörmət eləmək hər bir xalqın, o cümlədən Azərbaycanlıların borcudur. Yanaşma kökündən səhvdir. Bir qoyuram bunu kənara, çünki bu jurnalistika prinsiplərinə zidd, eyni zamanda da jurnalistika azadlıq mənası simvolu kimi görürük biz. Məsuliyyətsizlik kimi yox, səllimçilik kimi, kim necə gəldi, nəyə necə 3-5 manat alıb yazsın, paylaşsın, diqqətli olmaq lazımdır. Keçirəm digər məsələyə. Bu günlərdə Baku News Azda bir Penervajator deyirlər ona, Uşaq Birliyi Təşkilatının sədri hədəf alınır. Təbii ki, mən şəxsin tanımıram. Xaçmazı Müşfiq kəndinə əlaqə saxladım. Çünki həmən kənddə də məktəb, həmən müəllimə də orada işləyir. Özünə əlaqə saxladım. Digər yoldaşlar var, dostlar var. Əlaqə saxladı onlarla. Və hamı da bir ağızdan müəllimə var, xoş sözlər dilədi. Mən nədir məsələ? Bunu şəhərləyirlər ki, oktyabr, dekabr aylarında müsabiqə keçiniz ola bilər. Bəli, bu avqust ayında təyin olunur ora. Qərbi Kaspia Universitetinin tələbəsidir, tarixçidir, savadlı qızdır və işin bilən, delavoy. Bu gələndə məktəbdə vəziyyət tam fərqli olur. Vəzifədə vakansiya çıxarılmır. Bu da məşğulluqda 2 illik işsiz kimi, iş axtaran kimi qeydiyyatdadır. Qanuni prosedurlarına işə götürülür. Və gələndən sonra görür ki, məsələ bu da cavabdehdir də, intizamlı, davamiyyətli şagirdlərin və yaxud da Təhsil Nazirliyindən siyahı göndərirlər. Hansı ki, o şagirdlərlə bağlıdır, hamısı təlimatlardır, əmirlərdir. Onu yerinə yetirmək hər bir müəllimin, direktordan tutmuş sıravi müəllimə qədər sıravi işçiyə kimi borcudur. Bu baxır görür ki, məktəbin yaxınlığında mağazada Validə Yaqubovadır səhvləməsi mağaza yiyəsi. Bununla xoş söz deyən olmadı. Həmən kənddə yaşayanlardan mən açıqlamıram, dediklərimə nəticə çıxaracaqsınız. Həmən mağazadan görürlər ki, deməli tütün ötürülür şagirdlərə, yuxarı sinif şagirdlərlə. Bunları tuturlar, eyni zamanda yəni aklaşdırılır filan və s. Qidalar, energetik içkilər, nə bilim, keyfiyyəti bəlli olmayan yiyəcəklər, soklar, çipsilər, simiçkalar, hansı ki, bu kimi qidaların məktəbə içkilərin gətirilməsi qadağan olunur. Və təbii ki, aidiyyatlı üzrə qida təhlükəsizliyinə müraciət olunur, gəlirlər, yoxlayırlar, ciddi nöqsanlar tapırlar və 400 manat cəriməliylə xəbərdarı olunur. Və bundan sonra həmən mağaza yiyəsi hücum eləyir bu müəllimə, üstünə nalayiq sözlər deyir ona, alçatmağa çalışır, psixoloji sındırmağa çalışır. Bu da indi onun səviyyəsinə düşməyəcək axı. Bu müəllimə ziyalılar da. Məlumat verilir polisə, 102 çağrı mərkəzinə. Ərizəsini alırlar həmən bu hücum eləyənin. Sözümün canı nədir? Bunun ardıcına deyirəm ki, Baku News az, özünə sərf eləyəni verməklə cəmaatı çamur atmaq deyil. Sizlər jurnalistsə prinsiplərinizə əməl etmək zorundasınız. Dürüst, qərəzsiz olmalısınız. Sizə qədər də bir neçə jurnalistə müraciət olundu. Həmən jurnalistin indi adını açıqlamıram. Lazım olsa açıqlayacağam. Nəyinsə qarşılığında açıq-aşkar deyirəm. Hədəf dedilər, al həmən müəlliməni. Onların da vicdanı oldu. Onlar da əsl jurnalist olduqlarına görə getmədilər buna. İndi siz ona getdiniz. Allahınız var, öz vicdanınız var. Gələcəkdə bu kimi hallarsa başucalı gətirməz. Növbəti addım məhkəmədir. Və təbii ki, qərəz yayan çivlər, jurnalistlər mütləq və mütləq Mətbuat Şurası tərəfindən fəaliyyətləri məhdudlaşdırılmalıdır. Onlara qarşı sərt qanunlarımız var, çox şükürlər olsun ki. Bax dostlar, budur vəziyyət. Burada qərəz var. Məqsədli şəkildə hədəf alınır həmən müəllimə. İşini gördüyünə görə. Bu neynəməli ki, öz balası kimi
münasibət göstərməlidir şagirdlərə. Valideynlər də razıdır, hər kəs razıdır. Siz, ay Vali Yaqubova, nədir məqsədiniz ki, durmadan deyən göstərəcəm, prinsip aparırsınız. Nə var? Sizin o vaxtı keçmiş qidalarınız, içkiləriniz hansı ki, heç kimə lazımdır. Aparınız balanıza, içirdiniz, balanızı yedizdiniz, nəvələrinizə. Nə işiniz var sizin? Məktəblə. O budur reallıq. Çox-çox xahiş edirəm dostlar, qruplarda paylaşın, daha çox insanların görməsi üçün. Müəllimlərimiz haqq üzrə hədəf alınır, müəllimlərimizi qorumalıyıq. Müəllimlərimizi qorumalıyıq, onları ruhlandırmalıyıq. Söhbət burada işinin peşəkarı olan, can yandıran müəllimlərdən gedir. Əzmək olmaz müəllimləri. Çox gedirsiniz zaten üstünə, bir tərəfdən də hansısa böyle aşağı səviyyəli, dünya görüşü dar, qısıt bir ticarətçi hədəf alır mən. Sən kimsən? Və təbii ki, bizlər nəzarətində olacaq bu hal. Həmən medialar, onlar barədə də materiallar toplanır. Lazım olan hüquq mühafizə orqanlarına müraciətlər olunacaq. Yığışdırın özünüzü. Bu ölkədə qanun şahıdır. Siz at oynada bilmərsiniz. Sizi kurasiya eləyən vaxtını yetişdirənlərin indi heç biri yoxdur. Ayılın da. Ayılın. Tələblər başqadır. İşinizi qanuna müvafiq qurun. Şəxsi məqsədlərdən ötürü şərləməyin müəllimləri, məmurları. Düzgün mövqeyə qoyun. Əgər cəmaatın problemləridirsə, haqlı tərəfdirsə, mən də sağ alqışlayıram, dəstəkləyirəm. Və bu qədər dostlar, xahiş edirəm izləyə, daha çox insanın görməsi üçün qruplarda paylaşaq, fikir bildirək. Bu hamımızı narahat edən məsələdir.